Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb. BMT-nin Cenevra ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə baş tutan münaqişə bölgələrində uşaqların hüquqları adlı tədbirdə qurumun rəhbəri Umud Mirzəyev bildirib ki, müharibələrdə ən böyük zərbə uşaqlara dəyir. In the first Karabakh war, hundreds of children were killed. Birinci Qarabağ müharibəsində yüzlərlə uşaq öldürülüb. 693 məktəb, 855 uşaq bağçası, 695 tibb məntəqəsi dağıdılıb. 695 medical facilities were destroyed. Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən 10 minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub. That is now the territory Armenia. Dünyada gedən müharibələr fonunda Xocalı soyqırımında öldürülmüş uşaqlar da diqqətdən kənarda qalmayıb. Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63 uşaq öldürülüb. Finally, during the first and second Karabakh wars, children were not spared. Birinci və ikinci Qarabağ müharibəsi zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xüsusilə Xocalı soyqırımı Azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi acı reallıqlardan biridir. Faced by millions of children across the world. They need our solidarity. Sessiyada müharibə və uşaqlar adlı videoçarxı nümayişindən sonra münaqişə baş vermiş və hazırda qaynar nöqtələrdə yaşayan uşaqlar barədə hesabat da təqdim edilib. Actually, when we speak about the right of children, son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatlarını itirənlərin arasında uşaqların sayının çox olmasıdır. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir. Human Rights Council, but the application or the mechanism of protecting children during arm is not applicable in most of the cases. Panel iclas sual-cavablarla davam edib. Sonda Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanat səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən Azərbaycanlı uşaqlar barədə faktlara xüsusi yer ayrılıb.